Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya müraciət edərək bildirmək istəyirəm ki, mən Ağayeva Zəmhuriyyət Sarış qızı Ağdam rayon sakiniyəm. 2022-ci ilin iyul ayının 28-dən 29-una keçən gecə Mingəçevir Kadrlar Şöbəsi, Qres Kadrlar Şöbəsinin rəisi Firuzə Cəbiyeva qardaşı oğlu Ramini götürərək qızı Aysugilə gəlmiş. Aysu mənim gəlinim olub, oğlumun həyat yoldaşı. O Nurlangilə gələrək qızı ilə planlı surətdə bacısı ilə, qardaşı oğluyla birləşib həmin gecə mənim oğlumu qətlə yetirirlər. Lakin qız uşağı mətbəxə yığaraq uşaqları öyrədib ki, güya Nurlan özünü öldürübdür. Sonra Firuzə həmin gecə qapının arxasında nəvəm gözü ilə görüb saatlarla söhbət edibdir. Lakin bunlar bunun heç birisini boynlarına almayıb, Bərdə rayon prokuroru Firuzənin sözü ilə qız öldürüb deyərək heç birisini də aparmadan bu işi bağlayıb göndərdilər Ağır Cinayətlər Məhkəməsinə. Firuzə Tural Bakı bir nömrəli psixi xəstəxanadan Tural Rızayevdən qıza anlaksız rəy aldı. Mən Tural Rızayevin yanına gedərək Tural Rızayevə dedim ki, siz nə üçün ona anlaksız rəy vermişsiniz? Mənim əlimdə disk var. Tural Rızayev mənə bildirdi ki, o qızın heç bir xəstəliyi yoxdur, anlaksız da olmuyor. Mən lakin cinayət materiallarına əsasən anlaksız vəziyyəti vermişim. Tural Rızayev sonralar onu boynuna almadı. Anlaksız vəziyyətdə olan bir ana nə üçün həmin gecə öz evladlarını da öldürməyi, özünü müdafiə etmək üçün mənim oğlum Nurlanın sinəsinə sökənərək, güya Nurlan özünü öldürüb. Uşaqlara deyib ki, elə deyib. Yox, özü də ölübdür. Mən bunu geniş surətdə vermirəm, çünki bunu mən dəfələrlə ictimailəşdirmişəm. Lakin mənim səsimi Cənab İlham Əliyev sizə, Mehriban xanım, sizə çatmağa qoymayıblar. Buna görə də mən sizdən çox xahiş edirəm. Məni qəbul edin. Bu işi Ağır Cinayətlərə göndərdilər. Ağır Cinayətlər Məhkəməsi də olduğu kimi heç bir araşdırma aparmadan mənim şahidlərimin adına yalandan ifadə yazaraq qərar çıxartdılar. Mən bu qərardan razı qalmadım, verdim apellasiyaya. Apelasiya məhkəməsi vəsadət verdi. İttihamçı prokuror, mənə heç nə ittihamçı prokuror adını dedilər, nə hakimin adını dedilər. İttihamçı prokuror lağ edərək, mənim vəsadətimə gülərək, mənə bildirdi ki, zala bildirdi ki, bunun heç bir əsası yoxdur. Cinayətkarın anasına, Firuzəyə sual verdilər və onun vəkillərinə sual verdilər ki, bunun əsası var. Onlar dedilər ki, biz xahiş edirik, bu vəsadətə baxmayın. Elə belə də yazıblar qərarlarında. Heç bir araşdırma aparmadılar və mənə dedilər ki, əsassızdır. Mən o məhkəmədən çıxdım və o məhkəməyə bir də qayıtmaq fikrim yoxdur. Mən xahiş edirəm, bir ana kimi Mehriban xanım, məni başa düşün, məni qəbul edin. Mənim əlimdə disk var, o qızın diskləri var mənim əlimdə. O qızın yaşamağı haqqında disklərim var. Xahiş edirəm, məni qəbul edin. Mən onları gətirim, siz tanış olun. Görün, mən yalan deyirəm, yoxsa onlar yalan deyirlər. Bir ananın evladını amansızcasına qətlə yetirsinlər onlar yığışıb. Və məhkəmələr mənim vəsadətimə gülsünlər. Siz necə hiss keçirərsiniz? Məni yəqin ki, siz başa düşərsiniz bir ana kimi. Xahiş edirəm, Cənab İlham Əliyev, mənim səsimi sizə çatmağa qoymurlar. Məni qəbul edin. Hər ikiniz sizdən xahiş edirəm, məni qəbul edin. Mən az qalmışam xaricin prezidentlərinə
müraciət edim ki, məni İlham Əliyevlə, Mehriban xanımla görüşdürün. Nəyə görə öz ölkəmizdə problemə çevrilibdir mənim sizlə görüşməyim? Bizim arxamızda siz durmuşsunuz. Biz sizə arxalanmışıq. Xahiş edirəm məni qəbul edin. Bir ana kimi başa düşün, qəbul edin. Bu cinayətlərin üstünün bastırılmağına yol verməyin. Bunların hamısını sizinlə bağlayırlar. Mən xahiş edirəm, bu cinayətlərin üstü qoymayın, bu cinayətlər bağlansın, bu cinayətlərin üstünü açın. Bu məmurlar əl çəksinlər bu məkirli işlərindən. Bir ana kimi yəqin ki, məni başa düşüb qəbul edəsiniz. Çox sağ olun.